Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about general compliments in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is sen çox istedadlısan. Sen çox istedadlısan. Sen çox istedadlısan. It means you are very talented. You are very talented. Sənin gülüşün çox gözəldir. Sənin gülüşün çox gözəldir. Sənin gülüşün çox gözəldir. It means your smile is beautiful. Your smile is beautiful. Sənə çox yaraşır. Sənə çox yaraşır. Sənə çox yaraşır. It means it suits you very well. It suits you very well. Sən çox mehribansan. Sən çox mehribansan. Sən çox mehribansan. It means you are very kind. You are very kind. Sənin səsin çox gözəldir. Sənin səsin çox gözəldir. Sənin səsin çox gözəldir. It means your voice is beautiful. Your voice is beautiful. Your voice is beautiful. Sən həmişə pozitivsən. Sən həmişə pozitivsən. Sən həmişə pozitivsən. It means you are always positive. You're always positive. Sən hər şeyi bacararsan. Sən hər şeyi bacararsan. Sən hər şeyi bacararsan. Sən hər şeyi bacararsan means you can do anything. You can do anything. You can do anything. Sənin bu işi həll edə biləcəyinə əminəm. Sənin bu işi həll edə biləcəyinə əminəm. Sənin bu işi həll edə biləcəyinə əminəm. It means I'm sure you can handle this. I'm sure you can handle this. Sən möhtəşəmsən, unutma. Sən möhtəşəmsən, unutma. Sən möhtəşəmsən, unutma. It means you're amazing. Don't forget this. You're amazing. Don't forget this. Hər şey çox yaxşı olacaq. Hər şey çox yaxşı olacaq. Hər şey çox yaxşı olacaq. It means everything will be fine. Everything will be fine. Həmişə sənin yanındayam. Həmişə sənin yanındayam. Həmişə sənin yanındayam. It means I'll always here for you. I am always here for you. I'm always here for you. Sənin qəlbin çox təmizdir. Sənin qəlbin çox təmizdir. Sənin qəlbin çox təmizdir. It means your heart is very pure. Your heart is very pure. Səninlə danışmaq həmişə xoşdur. Səninlə danışmaq həmişə xoşdur. Səninlə danışmaq həmişə xoşdur. It means it's always nice talking to you. It's always nice talking to you. And last one, sən əla komanda üzvüsən. Sən əla komanda üzvüsən. Sən əla komanda üzvüsən. It means you are a great team player. You are a great team player. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşürüz.
Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about describing people's virtues. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Mehriban olmak, mehriban olmak, mehriban olmak, mehriban olmak, mehriban olmak. Mehriban olmak means to be kind, friendly, to be kind or friendly. For example, o çok mehriban insandır. O çok mehriban insandır. O çok mehriban insandır means she's a very kind person or she's a very friendly person. O çok mehriban insandır. Ağıllı olmak, ağıllı olmak, ağıllı olmak, ağıllı olmak means to be intelligent, or smart. To be intelligent or smart means ağıllı olmak, ağıllı olmak. For example, sen çok ağıllı fikirler deyirsən. Sen çok ağıllı fikirler deyirsən. Sen çok ağıllı fikirler deyirsən means you're saying like very smart things. You're saying very smart things or you say very smart things, doesn't matter. Cəsarətli olmaq. Cəsarətli olmaq. Cəsarətli olmaq. Cəsarətli olmaq means to be brave, courageous. To be brave means cəsarətli olmaq. For example, o çətinliklərdən qorxmur, cəsarətlidir. O çətinliklərdən qorxmur, cəsarətlidir. O çətinliklərdən qorxmur, cəsarətlidir. O çətinliklərdən qorxmur, cəsarətlidir means he's not afraid of challenges. He's brave. He's not afraid of challenges. He's brave. He's not afraid of challenges. He's brave. O çətinliklərdən qorxmur, cəsarətlidir. Səmimi olmaq. Səmimi olmaq. Səmimi olmaq. Səmimi olmaq. Səmimi olmaq means to be sincere. To be sincere. To be sincere. For example, onun sözləri çox səmimidir. Onun sözləri çox səmimidir. Onun sözləri çox səmimidir means her words are very sincere. Her words are very sincere. Onun sözləri çox səmimidir. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq means to be educated. To be educated. Educated. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq means to be educated. To be educated. For example, o çox savadlı müəllimdir. O çox savadlı müəllimdir. O çox savadlı müəllimdir means he's a very educated teacher. He's a very educated teacher or she's a very educated teacher. Səbirli olmaq. Səbirli olmaq. Səbirli olmaq. Səbirli olmaq means to be patient. To be patient. To be patient. For example, uşaqlarla işləyən insan səbirli olmalıdır. Uşaqlarla işləyən insan səbirli olmalıdır. Uşaqlarla işləyən insan səbirli olmalıdır means a person who works with kids must be patient. A person who works with kids must be patient. Bacarıqlı olmaq. Bacarıqlı olmaq. Bacarıqlı olmaq. Bacarıqlı olmaq. Bacarıqlı olmaq means to be skillful, talented. To be skillful or talented means bacarıqlı olmaq.
For example, o dizayn sahəsində çox bacarıqlıdır. O dizayn sahəsində çox bacarıqlıdır. O dizayn sahəsində çox bacarıqlıdır. Means she's very talented in design. She's very talented in design. Məsuliyyətli olmaq. Məsuliyyətli olmaq. Məsuliyyətli olmaq. Means to be responsible. To be responsible. For example, komanda işi üçün məsuliyyətli insanlar lazımdır. Komanda işi üçün məsuliyyətli insanlar lazımdır. Komanda işi üçün məsuliyyətli insanlar lazımdır. Means responsible person are needed for teamwork. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq means to be pure-hearted. To be pure-hearted. To be pure-hearted. Means o qəlbi təmiz və saf insandır. O qəlbi təmiz və saf insandır. O qəlbi təmiz və saf insandır. Means she's a pure-hearted and honest person. She's pure-hearted and honest person. O qəlbi təmiz və saf insandır. Dürüst insandır. O qəlbi təmiz və dürüst insandır. It also means like she's a pure-hearted and honest person. And last one, inamlı olmaq. İnamlı olmaq, or özgüvənli olmaq. Özgüvənli olmaq. Özgüvənli olmaq. Özgüvənli olmaq, or inamlı olmaq means to be confident. To be confident. For example, o auditoriya qarşısında inamlı danışır. O auditoriya qarşısında inamlı danışır. O auditoriya qarşısında inamlı danışır. Auditoriya qarşısında inamlı danışır. Means he speaks confidently in front of the audience. He speaks confidently in front of an audience. He speaks confidently in front of audience. Means o auditoriya qarşısında inamlı danışır. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşene dek.